İTV Xəbər efirdədir. Nizami Kino Mərkəzində Park Müasir Nəşriyyat Evinin təqdimatı olub. Tədbirdə parkın ilk nəşrləri Salam Sarvanın fikir oyunları, Seymur Baycanın Həyata Yekun Vurarkən adlı iki cildliyi, Mirmehdi Ağaoğlu'nun Həc Gündəliyi və Seymur Baycanla Vüqarvanın müəllif olduğu Pişiyə Qalib Gələn Qəhqəhələr kitabları oxuculara təqdim edilib. Qeyd edək ki, Salam Sarvanın müəllif olduğu kitab şairin ilk nəsr əsəridir. Park Nəşriyyatının təsisçisi şair Şəhriyar Dilgerani, direktoru yazıcı Vüqarvan, baş redaktoru isə yazıcı Nadir Yalçındır. Bütün Azərbaycan müəlliflərinin istinad edə biləcəyi bir nəşriyyat yaratmağa qərar verdim və Park Nəşriyyatı mahiyyətcə də budur ki, biz bilirik kağız ağaclardan hazırlanır, emal olur. Ona görə park ki, necə ki park o fotosintez prosesində oksigen verir bəşəriyyətə, ağaclar. Biz də yəni katarsis, insanlarda katarsis yaradacaq kitabları çıxardacağıq. Müəlliflərlə qonorar sistemindən işləyəcəyik. Yeni nəsil generasiya gəlir, yeni ədəbi nəsillər var ki, onlardan bu çıxan kitabların içərisində artıq elə məsələn Vüqarvanın kitabı çıxıb və digərləri də artıq çap prosesindədir. Mirmehdi Ağaoğlu'nun Həc ziyarəti çıxıb. Yəni, bu prosesin bitmədiyini, Azərbaycanda ədəbiyyatın sönmədiyini, davam elədiyini, ən müxtəlif janrlarda yenə də kitabların yazıldığını, bütün çətinliklərə baxmayaraq adamlar öz taleyini ədəbiyyatda görən adamların yenə də bu işlə məşğul olduğunu göstərmək üçün çox mötəbər və gözəl bir təşəbbüsdür. Ümid eləyək ki, bu nəşriyyatın ömrü elə kitablar qədər uzun olsun.